dostlar, bugün yeniden yeni bir məsələ izahları ilə qarşınızdayım. Bu dəfə artıq qalma məsələlərinin izahına baxacağıq. İkinci məsələdə nəyə fikir verməliyik? Reaksiya tənliyini yazdı. Kalsiumdan karbonun reaksiyasıdır. Alınır kalsium, karbid. Burada gördüyünüz kimi kalsiumda karbon da eyni kütlədə götürülmüşdür. Bu zaman yenə tənlikdə kütləsi kiçik olan, yəni karbon artıq qalacaq. Və nəticədə alınan nəyə soruşubsa, neçə qram karbon artıq qalar deyir. Normalda 40 qram kalsiumdan 2 vur 12, 24 qram karbon girir. 4 qram kalsiumdan 2,14 qram karbon girər. 4 çıxılsın 2,4. Burada gördüyünüz kimi 1,6 qram karbon artıq qalmış olur. Üçüncü məsələnin həllinə baxırıq. Üçüncü məsələdə normal şəraitdə bərabər həcmli N2 H2 götürülüb və bizdən soruşur ki, görək hansı ifadələr doğru verilmişdir və hansı qazdan burada artıq qalar. Belə deyək də, necə ki deyirdik ki, eyni kütlə götürəndə kütləsi kiçik olan artıq qalır. Burada da eyni mol götürəndə, eyni həcm götürüləndə molu həcmi kiçik olan həmişə artıq qalacaq, yəni azot qazı. Burada qeyd edir ki, tam sərf olunan qaz azotdur. Xeyr, o həmişə artıq qalacaq. Artıq qalan qaz azotdur, bu düz. Hidrogen sərf olunan həcmi azotdan daha çox olur, bu da düzdür. Gördüyünüz kimi hidrogen 3 mol, azot isə 1 mol sərf olunur. Bu fikir də düzdür.